Bu konsepsiyanı Azərtelekom şirkətinin direktorlar şurasının sabiq sədri, Ailə TV, Kaspiyan Telekom MMC şirkətlərinin təsisçisi Fuad Allahverdiyevə hökm oxunub. TV11 Qafqaz İnfoya istinadən məlumat verir ki, məşhur iş adamı Cinayət Məcəlləsinin 133 və 151-ci əzab vermə və seksual xarakterli hərəkətlərə məcbur etmə maddələri üzrə ittiham edilərək ötən ilin aprelində həbs olunub. Xəzər rayon məhkəməsində keçirilən prosesdə bildirilib ki, iş üzrə zərər çəkmiş şəxs Fuadın keçmiş həyat yoldaşı Allahverdiyevadır. Əvvəllər Azərreyl voleybol klubunun üzvü olmuş Allahverdiyeva bildirib ki, 2022-ci ilədək evli olduğu Fuad ona qarşı mütəmadi fiziki zorakılıq edib. Müxtəlif qadınlarla birgə seksual xarakterli hərəkətlər etməyə vadar edib. O iddia edib ki, keçmiş əri yaşadıkları Şüvalan qəsəbəsindəki villada çoxsaylı məclislər təşkil edib, həmin məclislərə rəqqasələr və sevgi münasibətində olduğu qadınlar da dəvət edib. Fuad Allahverdiyev isə keçmiş həyat yoldaşı Allahverdiyevanı əxlaqsız həyat tərzi sürdüyünü, ona böhtan atdığını deyib. Daha sonra keçmiş arvadının ondan 400 min manat oğurladığını iddia edib. Xəzər rayon məhkəməsinin hökmü ilə Fuad Allahverdiyevə 133-cü əzab vermə maddəsi üzrə 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 151-ci seksual xarakterli hərəkətlərə məcbur etmə maddəsi üzrə bəraət verib. İş adamının həbsdə saxlanıldığı 10 ay 18 gün müddət cəzadan çıxılıb və onun üzərində qəti olaraq 2 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Üzərinə elektron qolbaq taxılan məşhur biznesmen məhkəmə zalından sərbəst buraxılıb.